Və mən o kövrəkliyi onda hiss elədim. Ondan dedim ki, onda heç xəstəliyi bilinmirdi onun. Elə yaşayırdı, öz həyatını, şeirlərini yazırdı. Dedim, əşi, bu dünyada nə var? Xəyyamın rübaisini həmişə o mənə misal gətirdi ki, əcəba, sənsiz də dünyanın işi keçərmiş Xəyyam, nə üçün dünyaya gəldin? Nə üçün gəldin? Yəni, bu artıq elə bir ki, şair kimi onun bu dünya ilə haqq-hesabı qurtarmışdı. Son kitabı onun demək tövbə duaları Arif Abdullahzadənin ölümündən sonra çap olundu və o kitabın mənim yadımdadır ki, çapı çox uzun çəkdi. O kitabı özü tərtib etmişdi. Bütün yarım fəsillərə ayırmışdı. Ancaq nə yazıq ki, o kitab onun sağlığında çap olunmadı. Buna baxmayaraq o kitab demək çox böyük əks-səda doğurdu və bizim poeziyamızda Arif Abdullahzadənin yerini olduğu kimi göstərdi. Həddindən artıq təvazökar idi. Həddindən artıq ciddi idi. Hətta mən deyərdim ki, çox sərt idi görünüşcə. Amma qəlbi uşaq qəlbi idi. Mən həmişə deyirdim ki, sənin qəlbin ipəkdir. Amma səni tanımayan adamlar sənin sərtliyindən cəsarət edib heç sənə yaxınlaşmaq istəmirlər. Hərdən mən bacı kimi ona güzarımı bildirəndə ki, ailə qurmamışdı, evladları yox idi. Onu da qorxa-qorxa ona deyərdim. Çünki o bu söhbətdən həmişə qaçardı. O mənə deyərdi ki, mənim kitablarım mənim evladlarımdır. O kitabları çap elətdirmək üçün nə cür əzab-əziyyət çəkib. İllərlə redaksiyalar qapısı döyüb. Ona nail olanda onun sevincinin həddi-hüdudu olmurdu ki, onun kitabı işıq üzü görüb. Doğrudan da o kitablarını elə evlad yerində qoymuşdu. Şairləri açıq müqayisə etməyin də tərəfdarı deyiləm. Heç olmasa ona görə ki, hər şairin fərdi üslubu, deyim tərzi olur və hər şair öz dəsti xətti, həyatı baxışı etibarilə xüsusi fərddir. Onları hər hansı ölçü və meyarlasa boy sırası ilə düzmək düzgün deyil. Bir də ki, Pasternakın Svitayevaya yazdığı məktublarının birində deyildiyi kimi, şairlər cıdır atları deyil ki, onları nömr eləyəsən. Poetik yazılarımda əsasən müasir insan və onun qəlbinin, beyninin ən dərin qatlarında baş verən duyğu və fikir burulğanlarını safçürü edib araşdırmağa çalışıram. Arif Abdullahzadə çox gözəl bir alimdir. Elmlər doktorudur, professorudur, şöbə müdiri idi ədəbiyyat institutunda. Məsələn, onun Şairlər və Yollar adlı bir kitabı var. Şairlər və Yollar kitabı var. Cəfər Cabbarlı haqqında, Rəsul Rza haqqında bayaqlar adını çəkdim kitabını. O, poeziyanı heç kimə bənzəməyən bir tərzdə təhlil edirdi. O, asosiyativ poeziyanın özünü yaradırdı özü. Bax, şeirlərində onu soruşsaz ki, bəs onun poetikasında, indi biz ideyasından danışdıq. Onun şeirləri asosiyativ şeirdir. Hətta deyərdim, meditativ şeirdir. Meditasiya sözü var, emosional mühakimə. Biri var beynin mühakiməsi, bir də qəlbin mühakiməsində yaranan şeirləridir. Arifin şeirlərində elə poetik detallar var ki, o qəribədir. Bunu həm özü yaradırdı. Eyni zamanda məsələn, Əli Kərimin yaradıcılığında bunu təhlil edirdi. Rəsul Rzanın yaradıcılığında bunu təhlil edirdi. O Şairlər və Yollar monoqrafiyası onun doktorluq işiləsində 20-ci əsr Azərbaycan şeirinin üslublarıdır. Bilirsiniz, intellektual üslub var, romantik, lirik romantik üslub var, məsələn, Müşfiqin Səmədən adının, Səməd adının bağlı. Və bunların hamısını o tədqiq elədi, araşdırdı elm kimi. Eyni zamanda onun özü, o necə olmalıdır poeziya sualına, daha demirdi, təkcə nəzəri izah verməklə kifayətlənmirdi, eyni zamanda o poeziyanın özünü yaradırdı ki, asosiyativlik, yəni bir sözün çox mənalı cəhətlərini poetikada işlətmək. Bilirsiniz, bədii söz adi söz deyil, bədii sözün güzeli ondadır ki, bədii sözün haləsi olur. Yəni, necə ayın haləsi olur, günəşin haləsi olur, bədii sözün də haləsi olur, bir çox çalarları olur. Bunu hərə bir gözlə görür, Arif özü də elə görürdü. Hər şeydən əvvəl onu bir alim kimi yüksək qiymətləndirirəm. Ona görə ki, Arif Abdullahzadə təbiətən siyalı idi, alim idi. Yəni, onun ilk demək, həm namizədliyi onun demək, yazışı Qantəmirə həsr olunmuşdu və Qantəmirin həyat və yararını ilk dəfə olaraq o demək, araşdırdı və kitabının seçilmiş əsərlərinə də ön söz yazdı.
Bundan başqa onun doktorluğu böyük bir problemə həsr olmuşdu. Problem ondan ibarət idi ki, Azərbaycan Sovet poeziyası deyilən bir poeziya dəyişməyə məruz qalmışdı. Lakin elmdə hələ bu öz əksini tapmamışdı. Buna görə də Arif Abdullazadə 20-ci illərdən formalaşan proletar poeziyası və yeni düşüncəli poeziya ilə ənənədən gələn poeziyanı fərqləndirərək bir tədqiqat əsəri yazdı və həmin tədqiqat əsəri Şairlər və Yollar monoqrafiyasında əks olundu. Demək olar ki, 40 yaşından sonra ölümdən daha çox yazırdı. Ölümdən daha çox yazmağına baxmayaraq, o həyata çox bağlı idi, həyatı sevirdi. Onu ağır xəstəlik tutanda da o bilirdi ki, o bu dünyanı tərk edəcək. Həmişə ədəbiyyatdan, incəsənətdən, dünya ədəbiyyatından söhbətlər olardı. Ölümə də kişi kimi sinə gəlirdi. Heç ölüm adı çəkmirdi, amma yataqda olanda heç vaxt şikayət eləmirdi ağrılarından, acılarından. Həyata nikbin baxırdı. Elə kişi kimi mən deyərəm ki, o həyat sürdü, azad, düşüncəsi azad, sərbəst. Elə öləndə də kişi kimi öldü. O vəsiyyət elədi mənə Tövbə duaları kitabını, bu kitabı. Ki, mən öləndən sonra sən bunu nəşr elətdirərsən. Mən bunu Fikrət Sadıqın redaktorluğu ilə, bu tam hazır idi. Redaktordan da çıxmışdı. Bunu nəşr elətdirdim. Sakit, həzin musiqi demək olar ki, həmişə mənimlədir. Hətta bəzən işləyəndə də. Ən çox sevdiyim hava buludlu küləksiz günlər. Ən çox sevdiyim rəng isə kostyumun açığı, köynəyin sarısı, gözlərin qarası, saçların dalğası, səhərin çəhrayısı, gecənin mavisi, səsin şəffaflığı, sükutun gümüşüsüdür. Ən böyük arzum yurdumuzun əbədi şeir kitabında heç olmasa bir misraya çevrilməkdir. Yurdun kitabında sətrə dönən həm bugün, həm sabah, həm də dünənsən. Ümumiyyətlə özü yaradıcı adam kimi öz yeri olan, biz adətən bir adamı tərifləyəndə də üzümüzü görmə, istəyəndə də üzümüzü görmə. Yəni bir Arif Abdullazadə yeri var. Ədəbiyyatda da yeri qalıb, bugün də tanıyırlar. Bəlkə qalsaydı, sağ olsaydı, talihdi həyatda. Onu biz həll eləmirik. Sağ olsaydı bəlkə daha çox yazacaqdı. Bu istiqlaliyyət devrində, azadlıq devrində, bilirsiniz, baxmayın, şərait insanlara çox şey verir. Bəlkə onun ikinci nəfəs açılacaqdı. Arif Abdullazadə həm də bir dramaturq idi və onun 2 dram əsəri var idi. Həmin dram əsərlər Şəki Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdu. Onlardan biri Aqillər idi, o biri isə Evlərin Axşamları dram əsərləri idi. Bütün bunlar onu göstərir ki, Arif Abdullazadə daim yaradıcılıqla məşğul olur və daim yaradıcılıqla nəfəs alırdı. Ümumiyyətlə, Arif Abdullazadə bütöv bir şəxsiyyət idi və o istər yazıçılığı, istər alimliyi, istər şairliyini ümumiləşdirən bir cəhət var idi. Bu cəhət onun ziyalılığı idi, bu cəhət onun vətəndaşlığı idi. Arif Abdullazadə hər şeydən əvvəl bir vətəndaş idi. Hələ saçlarım sağdır, hələ bəxtim uşaqdır. 1000 ildir ki gözləyir, hələ ümidim dağdır. Hələ gözlər qaradır, görür saf su hardadır. Könlümdən keçib gedir, baxışların yardadır. Hələ göylər pərdədir, tək bir ulduz yerdədir. Evlər verib aparır, yaşaman səfərdədir. Damarlarım səs duyur, dodaqlarım gəl deyir. Pöhrələnən sevgilər təzə-təzə böyüyür. Hələ sözüm oyaqdır, hələ məqsəd uzaqdır. Sabahımı səslədim, çevrilib mənə baxdı. Hələ həyat çağlayır, ömür yükü saxlayır. Göydən tutan əllərim dünyanı qucaqlayır.
özünü həmişə şair adlandırırdı. Amma o 70-72-ci illərdə Türkiyədə Azərbaycandan ilk işləməyə gedən mütəxəssislərdən biri idi. O 70-72-ci illərdə Türkiyə həyatından şeirlər yazırdı. İstanbula şeirlər həsr eləyirdi, Nazim Hikmətə şeirlər həsr eləyirdi. Onları göndərirdi, burada Ədəbiyyat qəzetində çap olunurdu. Türkiyə səfərindən qayıdandan sonra o Bir Ovuc Torpaq romanını yazdı. Bir Ovuc Torpaq romanında müəyyən səbəblərdən vətəndən didərgin düşmüş şəxslərin, Türkiyədə yaşayan insanların həyatını qələm almışdı. O kitab o vaxt böyük sensasiyaya səbəb oldu. Çünki insanlarda Türkiyə həyatına, Türkiyəyə böyük maraq var idi. Demək olar ki, ən birinci Türkiyə həyatından Sovet dövründə roman yazan Arif olub. Ondan sonra o kitabın müvəffəqiyyətindən, uğur qazanmasından daha çox həvəslənən Arif demək olar ki, bir 15 il müddətinə 5 dənə roman yazdı. Duyum romanın kitabında 2 roman onun toplanıb. 2 romanı toplanıb, onlar da böyük marağa səbəb olub. Arif başdan ayağa Azərbaycancı idi, vətənpərvər idi, türkçü idi. Arif Abdullazadəni biz çox erkən itirdik. O şair kimi də, alim kimi də hələ bizim ədəbiyyatımıza, şeirimizə, ədəbiyyatşünaslığımıza çox şey verə bilərdi. Amma nə etməli? İndi bugün aramızda özü yoxdur. Amma yazdıqları, xatirəsi yaşayır. Allah ona rəhmət eləsin. Onun oxucuları vardı. Onun kitabını varaqlayan, istəyən adamları vardı. Və dostları da var idi şübhəsiz. Bu dostlarından biri də mən idim ki, bunun getməyi məni də ağrıtdı, çox ağrıtdı. Bu günlərdən yeri görürəm, boş görünür yeri. Allah ona rəhmət eləsin, amma hər halda onun yaradıcılığının bir qismi bizdən yol yoldaşıdır. Onun o elmi əsərləri də, poeziyası da qalacaq və yəqin ki, biz dostlarının və ondan sonra qalanların vəzifələrindən birisi odur ki, onun haqqında bir monoqrafiya yazaq, onun əsərlərini həm elmi yaradıcılığını, həm bədii yaradıcılığını verək uşaqlar, gənc mütəxəssislər, deməli, aspirantlar, sizlər çağır yazsın. Allah rəhmət eləsin, o Azərbaycan, bir daha deyirəm, o 20-ci əsrin adamı idi. 20-ci əsrin adamı kimi yaşadı, o əsrin fövqünə yüksəldi, o əsrin şairi oldu, o əsrin alimi oldu və əsr də onunla bərabər sona çatdı. Arif Abdullazadə yaşasaydı, demək, çoxlu əsərlər yazacaqdı. Ancaq bugün Arif Abdullazadə bizim aramızda yoxdur və mən inanıram ki, Arif Abdullazadənin sözü, Arif Abdullazadənin əsərləri, Arif Abdullazadənin əməlləri daim yaşayacaqdır. O, ədəbiyyatımızı uğurlu əsərlərlə zənginləşdirən 60-cı illər ədəbi nəslinin istedadlı nümayəndələrindən biri idi. Qantəmirin həyat və yaradıcılığı mövzusunda namizədlik, Azərbaycan Sovet poeziyasında üslublar və tendensiyalar mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdi. 1964-cü ildən başlayaraq ardıcıl şəkildə Bakıda və Moskvada nəşr etdirdiyi arzular, könüllərin dünyası, hər yerdə, hər zaman, ana dünyamız, sevin Azərbaycanı, səninlə sənsiz, bəxtimizin kitabı, seçilmiş əsərləri, Ulu Qorqud və başqa poeziya kitabları, eləcə də çoxsaylı elmi monoqrafiyaları, 5 romanı, Şəki Dövlət Dram Teatrında tamaşaya qoyulan piyesləri, şeirlərinə yazılan mahnıları ona halal şöhrət gətirmişdi. Ölümündən sonra Fikrət Sadıqın ön sözü ilə çap olunan Tövbə Duaları adlı iri həcmli poeziya kitabı, Səadət Qasımlının redaktorluğu ilə işıq üzü görən Qanlı Yaddaş romanı oxucuları yenidən sevindirdi. 8 il əvvəl dünyasını dəyişən, bu il 70 yaşı tamam olan Arif Abdullazadə ədəbiyyatın əbədi yollarında sənətkar ömrünü davam etdirir. Bu, xalqının taleyinə,
əbədi sənət dünyasına qovuşan sənətkar ömrünün xoşbəxtliyidir.